Allahu Akbar, Allahu Akbar. Allahu Akbar, Allahu Akbar. İn uridu illa'l islaha mastata'tu. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alamin. Vessalatu vesselamu ala eşrafil enbiya'i vel mursalin. Nebiyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Elhamdülillah yine Resulullah sallallahu aleyhi ve sellemin mübarək həyatını davam edirik. O vaxt ki, artıq sahabələrin Məkkədə qalmağı çox çətinləşmişdi. Sahabələr bir tərəfdən əzab, əziyyətə məruz qalırdılar, bir tərəfdən də dinlərini rahat yaşaya bilmirdilər. Allah subhanahu wa ta'ala buyurur ki, qullarıma mənim bu sözümü de, ey mənim iman gətirən qullarım, Rəbbinizdən qorxun, bu dünyada yaxşılıq edənləri yaxşılıq, cənnət gözləyir. Allahın yaratdığı yer üzü genişdir, yalnız səbr edənlərə mükafatları hesabsız veriləcək. Zümer surəsi 10-cu ayə. Bundan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrə buyurdu ki, əziyyət çəkənlər Həbəşistana hicrət etsinlər. Həbəşistan indiki Efiopiya torpaqlarıdır. Həbəşistan Afrika qitəsinin şimal-şərqində yerləşir. Məkkənin isə qərbində yerləşir. Və birinci hicrət Peyğəmbərlikdən təxminən 5 il sonra olmuşdur və ya 5-ci ilində. Ərəbistanla Həbəşistan arasında Qırmızı dəniz vardır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, Həbəşistana gedin. Orada heç kəsə haqsızlıq etməyən bir hökmdar vardır. Allah sizə qurtuluş və çıxış yolu göstərənə qədər orada qalın. Beləliklə, bəzi müsəlmanlar gizlicə Məkkəni tərk edib Həbəşistana köçməyə başladılar. Onlar Həbəşistana hissə-hissə getdilər və orada bir yerdə toplaşaraq məskunlaşdılar. Onlardan bəzisi ailə üzvləri ilə, bəzisi də tək getmişdi. Bu, İslam tarixində ilk hicrət idi. İlk hicrət edənlər 10 və ya 12 kişi və 4 və ya 5 nəfər də qadın olmuşdular. Onlar gecə qaranlığında Qırmızı dəniz tərəfə yola çıxdılar və bir gəmi ilə dənizi keçib Həbəşistana gəldilər. Başçıları Peyğəmbər sallallahu aleyhi və səlləmin kürəkəni Osman ibn Affan radiyallahu anhu idi və yoldaşı da Rasulullah sallallahu aleyhi və səlləmin qızı Ruqeyyə radiyallahu anhə idi. Sonra ilk hicrət edənlərdən biri Əbu Sələmə və yoldaşı Ummu Sələmə, həmçinin Əbu Sivra ibn Əbu Ruhm və yoldaşı və Amr ibn Rabiyə və yoldaşı Leyla binti Əbu Həsmə. Ömər ibn Xattab bu ailəyə əziyyət verirdi və bir gün gördü ki, Leyla binti Əbu Həsmə dəvənin üstündə hazırlaşıb harasa gedirlər. Ömər dedi ki, hara gedirsiniz belə, ey Abdullah? Leyla binti Əbu Həsmə dedi ki, dinimiz üzündən bizə əziyyətlər etdiniz. Biz də dinimizi yaşayaq deyə, rahat ibadət edə bilək deyə buradan hicrət edib gedirik. Ömər ibn Xattab dedi ki, Allah sizinlə olsun. Ömərin bu cavabına Leyla binti Əbu Həsmə çox təəccübləndi. Sonra yoldaşı gələndə hadisəni və Ömər ibn Xattabın ona dediyi cavabı yoldaşına danışdı. Amir radiyallahu anhu bunu eşidəndə gülümsədi. Leyla binti Əbu Həsmə radiyallahu anhə dedi ki, deyəsən Ömər yumuşalıb. Bəlkə o da müsəlman oldu. Amir dedi ki, vallahi Xattabın uzun qulağı müsəlman olmadıqca Ömər də müsəlman olmaz. Həmçinin hicrət edənlərdən Əbu Huzeyfə ibn Utbə ibn Rabiyə və yoldaşı Səhlə binti Suheyl, həmçinin Abdurrahman ibn Avf, Osman ibn Məzun, Musab ibn Umeyr, Suheyl ibn Beyda və Zubeyr ibn Avvam, onlar dəniz sahilində bir araya gəlib gəmi ilə Həbəşistana hicrət etdilər. Həmçinin Abu Bakr radiyallahu anhu da hicrət etmək qərarına gəlmişdi və Rasulullah sallallahu aleyhi və səlləmdən izin istəyəndə Rasulullah sallallahu aleyhi və səlləm ona izin verdi və o da Məkkəni tərk edib Məkkənin cənubunda Yəmənə gedən yolun üstündə yerləşən Bərqul Ğimad deyilən yerə gəlib çatanda İbn Dəğinəyə rast gəldi. O da qəbilə başçısı idi. Soruşdu ki, ey Abu Bakr, hara gedirsən belə? Abu Bakr radiyallahu anh dedi ki, qövmüm məni qovdu, mən də yer üzündə gəzib dolaşaraq Rəbbimə ibadət etmək istəyirəm. İbn Dəğinə dedi ki, ey Abu Bakr,
Sənin kimi bir adam heç bir yerə getməməlidir və qovulmamalıdır. Axı sən imkansızlara əl tutursan, qohumlarla əlaqə saxlayırsan, zəiflərə yüklərini daşımağa kömək edirsən, qonağa yaxşı baxırsan və buna görə mən səni qoymaram gedəsən, səni himayəmə götürürəm. Və ikisi də Məkkəyə gəlib Qureyşin yanında dedi ki, siz bu cür insanı qovmamalısınız, mən onu himayəmə götürürəm. Qureyş bu məsələni rədd etmədi, lakin dedilər ki, Abu Bakra tapşır ki, Rəbbinə öz evində ibadət etsin, evində namazını qılsın, Quranını oxusun, bunların heç birini açıqlıqda etməsin, bizə əziyyət verməsin. Abu Bakr radiyallahu anhu bu şərtlərlə razı olub, bir müddət evində ibadət etməyə başladı və sonra evinin həyətində kiçik bir məscid düzəltdi və orada namaz qılıb Quran-ı Kərim oxuyurdu və müşriklərin ailələri, uşaqları da ora toplaşıb ona baxırdılar. Abu Bakr kövrək insan olduğundan namazda və ya Quran-ı Kərim oxuyanda özünü saxlaya bilməyib ağlayırdı. Ora yığışan Qureyş ailələri də ona baxıb çox təəccüblənirdilər. Müşriklər İbn Dağinəni çağırıb dedilər ki, biz səninlə şərt kəsdik ki, Abu Bakr evinin içində ibadətlərini etsin. O isə insanlar görəcək şəkildə ibadət edir. Və şərtlərimizi pozdu. İbn Dağinə Abu Bakr radiyallahu anh yanına gəlib dedi ki, biz səninlə bəzi şərtlər əsnasında ibadət etməyə razı olduq. Əgər belə olarsa, onda mən səni artıq himayə edə bilməyəcəm. Abu Bakr radiyallahu anh dedi ki, mən səni himayədarlıq öhdəçiliyindən azad edirəm. Mənə böyük və qüdrətli Allahın himayədarlığı yetər. Beləliklə Abu Bakr radiyallahu anhu müşriklərin əzab əziyyətinə dözərək Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə Məkkədə qaldı. Və Həbəşistana gedən ilk mühacirlərdən bir müddət keçmişdi. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün Kəbənin yanına gəlib Nəcm surəsini açıqdan və yüksək səslə oxumağa başladı. Bismillahirrahmanirrahim. وَالنَّجْمِ إِذَا هَوَى مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى عَلَّمَهُ شَدِيدُ الْقُوَى ذُو مِرَّةٍ فَاسْتَوَى وهو بالأفق الأعلى ثم دنا فتدلى فكان قاب قوسين أو أدنى فأوحى إلى عبده ما أوحى ما كذب الفؤاد ما رأى أفتمارونه على ما يرى ولقد رآه نزلة أخرى عند سدرة المنتهى عندها جنة المأوى إذ يغشى السدرة ما يغشى ما زاغ البصر وما طغى لقد رأى من آيات ربه الكبرى أفرأيتم اللات والعزى ومناة الثالثة الأخرى ألكم الذكر وله الأنثى تلك إذا قسمة ضيزى إن هي إلا أسماء سميتموها أنتم وآباؤكم ما أنزل الله بها من سلطان إن يتبعون إلا الظن وما تهوى الأنفس ولقد جاءهم من ربهم الهدى أم للإنسان ما تمنى فلله الآخرة والأولى وكم من ملك في السماوات لا تغني شفاعتهم شيئا إلا من بعد أن يأذن الله لمن يشاء ويرضى
إن الذين لا يؤمنون بالآخرة ليسمون الملائكة تسمية الأنثى وما لهم به من علم إن يتبعون إلا الظن وإن الظن لا يغني من الحق شيئا فأعرض عمن تولى عن ذكرنا ولم يرد إلا الحياة الدنيا ذلك مبلغهم من العلم إن ربك هو أعلم بمن ضل عن سبيله وهو أعلم بمن اهتدى ولله ما في السماوات وما في الأرض ليجزي الذين أساءوا بما عملوا ويجزي الذين أحسنوا بالحسنى الذين يجتنبون كبائر الإثم والفواحش إلا اللمم إن ربك واسع المغفرة هو أعلم بكم إذ أنشأكم من الأرض وإذ أنتم أجنة في بطون أمهاتكم فلا تزكوا أنفسكم هو أعلم بمن اتقى أفرأيت الذي تولى وأعطى قليلا وأكدى أعنده علم الغيب فهو يرى أم لم ينبأ بما في صحف موسى وإبراهيم الذي وفى ألا تزر وازرة وزر أخرى وأن ليس للإنسان إلا ما سعى وأن سعيه سوف يرى ثم يجزاه الجزاء الأوفى وأن إلى ربك المنتهى وأنه هو أضحك وأبكى وأنه هو أمات وأحيا وأنه خلق الزوجين الذكر والأنثى من نطفة إذا تمنى وأن عليه النشأة الأخرى وأنه هو أغنى وأقنى وأنه هو رب الشعرى وأنه أهلك عادا الأولى وثمود فما أبقى وقوم نوح من قبل إنهم كانوا هم أظلم وأطغى والمؤتفكة أهوى فغشاها ما غشى فبأي آلاء ربك تتمارى هذا نذير من النذر الأولى أزفت الآزفة ليس لها من دون الله كاشفة أفمن هذا الحديث تعجبون وتضحكون ولا تبكون وأنتم سامدون فاسجدوا لله واعبدوا. Ən-Nəcm Ulduz surəsi Mərhəmətli və rəhimli Allahın adı ilə. And olsun batmaqda olan ulduza, sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır. O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhdir. Bunu ona çox qüvvətli olan öyrətdi, gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü. O, ən uca üfüqdə idi. Sonra Muhammədə yaxınlaşıb aşağı endi. O, 2 yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. Sonra Allah öz quluna nazil edəcəyini vəhy etdi.
Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı. İndi siz onunla gördüyü şey barəsində mübahisə mi edirsiniz? Onu bir daha öz surətində enərkən gördü. Son həddəki sidr ağacının yanında. Məva bağı da onun yanındadır. O zaman sidr ağacını bürüyən bürümüşdü. Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı. O öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü. Siz tapındığınız Lat və Uzzanı gördünüzmü? Həmçinin üçüncü olan Mənatı da. Məyər oğlanlar sizin, qızlar onundurmu? Onda bu ədalətsiz bölgə olardı. Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir. Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır. Axirət də, dünya da Allahındır. Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz. Axirətə inanmayanlar həqiqətən də mələklərə qadın adları verirlər. Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz. Sən də bizim zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər. Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəbbin onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır. Göylərdə və yerdə nə varsa Allahındır. Bu, Allahın pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə mükafatlandırması üçündür. Onlar kiçik günahlar istisna olmaqla böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən sənin Rəbbin geniş məğfirət sahibidir. O sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeyim halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın. Çünki O, kimin Allahdan qorxduğunu yaxşı bilir. Gördünmü üç çevirəni, malından azacıq verib sonra heç verməyəni? Məyər o qeybi bilirmi ki, bunu görsün? Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi? Məyər vəfalı olan İbrahimin səhifələrində olanlar barədə ona bildirilmədi? Heç bir günahkar başqasının günah yükünü daşımaz. İnsan can atdığı şeyə nail olar. Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaqdır. Sonra da ona bunun əvəzi tam veriləcəkdir. Son dönüş sənin Rəbbinədir. Güldürən də, ağladan da O'dur. Öldürən də, dirildən də O'dur. O, insanlardan və heyvanlardan biri erkək və biri də dişi olmaqla iki cüt yaratdı. Axıdılan bir nütfədən. Təkrar dirilmək də ona aiddir. Dövlətli edən də, kasıb edən də O'dur. Şiranın da Rəbbi O'dur. O, əvvəlki ad tayfasını məhv etdi. Səmudu da məhv edib onlardan heç kəsi sağ buraxmadı. Daha öncə Nuh qövmünü də məhv etdi. Çünki onlar daha zalım, daha azğın kimsələr idi. Alt-üst olmuş kəndləri də O viran qoydu. Onların başına gətirdiyini gətirdi. Sən öz Rəbbinin hansı nemətlərinə şübhə edirsən? Bu da əvvəlki xəbərdarlıq edib qorxudanlar kimi bir qorxudandır. Yaxınlaşan qiyamət günü yaxınlaşdı. Allahdan başqa heç kəs onun qarşısını ala bilməz. Siz bu sözə təəccüblənirsiniz, gülürsünüz, heç ağlamırsınız
və oynayıb əylənirsiniz? Siz Allaha səcdə qılın və ona ibadət edin. Orada olan bütün insanlar, müsəlmanlar və müşriklər də onu dinləyirdilər. Sonuncu ayədə Peyğəmbər sallallahu aleyhi və səlləm səcdə etdi. Allah subhanahu wa ta'ala buyurur ki, siz Allaha səcdə edin və ona ibadət edin. Nəcm surəsinin 62-ci ayəsi. Nəcm surəsinin sonuncu ayəsini oxudu. Peyğəmbər sallallahu aleyhi və səlləm səcdə etdi və orada olan insanlar da səcdə etdilər. Bir nəfərdən başqa. O da təkəbbürlüyündən səcdə etmədi. Yerdən biraz torpaq götürüb alnına bastı və dedi ki, bu mənə bəs edər. Abdullah bin Məsud radiyallahu anhu deyir ki, sonralar onu kafir olaraq öldürüldüyünü gördüm. O Umeyyə bin Xələf idi və bu hadisədən sonra Məkkədə böyük bir qarışıqlıq düşdü. Belə ki, hadisə yerində olmayan müşriklər Kəbənin yanında Peyğəmbər sallallahu aleyhi və səlləmin səcdə etməsi ilə birlikdə səcdə edənləri qınamağa başladılar. Onlar dedilər ki, orada Lat və Uzza mənətin adı çəkildi deyə biz onlara səcdə etdik. Və bu xəbər Həbəşistandakı mühacirlərə də gedib çatdı. Eşitdilər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Quran-ı Kərimi oxuyub, səcdə edib. Orada olan müşriklər də, Məkkə əhli də səcdə ediblər və elə zənn etdilər ki, Qureyş İslamı qəbul ediblər. Və Həbəşistanda olan sahabələr az bir müddətdən sonra oradan qayıdıb Məkkəyə gəldilər və Məkkə yaxınlığında öyrəndilər ki, bu xəbər səhv imiş. Qureyş İslamı qəbul etməyib və müşriklər də biləndə ki, Həbəşistana qaçan mühacirlər geri qayıdıblar, başladılar yenə də onlara əzab, əziyyət verməyə. Həmçinin bir gün Əbu Cəhil Peyğəmbər sallallahu aleyhi və səlləmi görüb onu ağır sözlərlə təhqir etməyə başladı. Bir müddətdən sonra Həmzə ibn Abdülmuttalib ovdan qayıdırdı və hər dəfə ovdan qayıdanda Həmzə ibn Abdülmuttalib gələrdi Qureyşin başçılarının toplandığı yerə və onlara danışardı necə şir ovlamağı və sairə heyvanları ovlamağı. Və bu dəfə gələndə yolda İbn Cudanın cariyəsi dedi ki, ey Həmzə, bilirsənmi biraz öncə Əbu Cəhil qardaşının oğlunu necə təhqir edib alçaltdı? Bunu eşidəndə Həmzə radiyallahu anhu qəzəbləndi və soruşdu ki, bunu görən oldu mu? Qadın da dedi ki, bəli, orada olan hər kəs gördü. Həmzə radiyallahu anhu gəldi Qureyşin toplandığı yerə, onlar orada oturmuşdular. Əbu Cəhil də onların yanında idi. Həmzə radiyallahu anhu gəlib Əbu Cəhilin yanında dayanıb, belə ox atdım, belə ov etdim deyib, əlindəki yayla birdən Əbu Cəhilin başına vurdu və onu yaraladı. Sən kimsən ki, mənim qardaşım oğlunu təhqir edirsən və mən onun Allahın elçisi olduğuna və Allahdan gətirdiyi hər şeyə şahadət edirəm dedi. Və bu hadisə Peyğəmbərliyin 6-cı ilinin sonlarında baş vermişdi. Həmzə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin əmilərindən idi və həmçinin süd qardaşı idi. Peyğəmbər sallallahu aleyhi və səlləmdən 1 və ya 2 yaş fərqləri var idi. Cəsur insan idi. Qureyşin arasında söz sahibi olanlardan biri idi. Peyğəmbər sallallahu aleyhi və səlləmi çox sevərdi. Peyğəmbərimiz də onu çox sevərdi. Həmzə radiyallahu anhu İslamı qəbul etməsi müsəlmanları çox sevindirdi. Müşrikləri isə qəzəbləndirdi. Və Həmzə radiyallahu anhunun İslamı qəbul etməsindən təxminən 3 gün sonra Qureyşin qüvvətli gənclərindən olan Ömər ibn Xattab radiyallahu anhu İslamı qəbul etdi. Və burada dayanaq. Və sallallahu alə seyyidina Muhammedin və alə alihi və sahbihi əcməin.